Deməli bu gün danışırıq indi danışırıq nitro birləşmələrdən. Nitro birləşmə. Uşaqlar nitro birləşmələrin tərkibində nitro qrup olur. Nitro qrup hansıdır? NO2. Nitro qrup NO2. Nitro birləşmənin tərkibində NO2 olur. Sual yaranır və ümumi formulda bu şəkildədir uşaqlar. RNO2 şəkli. Sual yaranır. Tərkibində NO2 olan bütün maddələr nitro birləşmədir. Bu fikir doğrudur, yoxsa yox? Bu fikir yanlışdır. Belə bir maddə, məsələn, belə də ola bilər maddə. Əgər ortada oksigen NO2. Biz buna nitro birləşmə deyə bilərik, yoxsa deyə bilmərik? Bunu demişdim əslində sizə. Əgər ortada oksigen varsa, uşaqlar, bu nə sayılır? Yadda saxlayın, mürəkkəb. Amma NO2 birbaşa karbohidrogen radikalına birləşibsə, bu nədir uşaqlar? Bu nitro birləşmə. Bu nitro birləşmə. Uşaqlar, deməli, məsələn, mən yazıram CH3NO2, bir də var yazıram CH3, ortada oksigen NO2. Birinci yazdığım maddə nitro birləşmədir. Niyə nitro birləşmədir? Çünki burada nitro qrup birbaşa karbohidrogen radikalına birləşir. Amma ikinci yazdığım maddə uşaqlar mürəkkəb efir. Niyə mürəkkəb efirdir? Şəhvat. Çünki ortada nə var? Ortada oksigenlə birləşib. Ortada oksigen varsa, uşaqlar, bu nədir? Ortada oksigenlə birləşibsə, bu deməli mürəkkəb efir sayılır. Bu məsələdə diqqət. Uşaqlar, eğer burada radikaldır, bu radikal doymuş ola bilər. Məsələn, mən yazıram CH3NO2. Doymuş radikaldırsa, bu nitro birləşmə doymuşdur. Uşaqlar, bu eğer aromatik ola bilər. Məsələn, mən yazıram C6H5NO2. Bu necə nitro birləşmədir? Aromatik. Aradan bilirəm, çünki aromatik qrup var. C6H5-i belə də yaza bilərik də, fenil qrupudur da bu şəkildə. Və məsələn, mən NO2 yazsam, bu aromatik nitro birləşmə. Yəni, radikal dəyişə bilər. Doymuş, doymamış, aromatik olar. Bir də uşaqlar, nitro birləşmədə NO2, nitro qrup həmişə bir dənə olur, belə bir söz yoxdur. Ola bilər, bir dənə NO2 varsa, bu mononitro birləşmə. 2 dənə NO2 varsa, bu dinitro birləşmə. 3 dənə NO2 varsa, məsələn, bəlkə sizin yadınızdadır, belə bir maddə keçmişdik biz, aromatik karbohidrogenlərdə uşaqlar. Yadınızdadır, CH3. Burada 3 dənə NO2 qrupu var. Baxın, bilmirəm, yadınızda düşür, yoxsa yox. Bu maddə də nitro birləşmədir. Bu necə nitro birləşmə sayılır? Yadınızdadır, trinitro birləşmədir. Bu maddənin adı da var idi, aromatikdə keçmişdik. Kim deyər bu maddənin adı nə idi? Ulan yadındadır bu maddənin adı. Bəli, trinitrotoluol.